Salam aleyküm değerli izləyicilər. Saray qəsəbəsində Nazım Marketin düz arxasında 300 metrlik məsafədə 3 sotun içində paket qurtca 4 otaq təqdim edirəm sizə. Sənəddə 3 sotdur, amma yeri 3 sotdan çoxdur. Evimizin həyətini hal-hazırda sizə təqdim edirəm. Evimizin həyətinə baxın. Evimiz ümumi 7 ya 8 daş kürsüdədir. Advanla girib çıxmaq mümkündür. Çox vaxtınızı almayacağam. Keçib evin için təqdim edəcəm sizə. Baxın, gəlin bura evin yan hissəsini göstərim sizə, gözəl insanlar. Buradan birbaşa evin arxasına keçid var. Evin arxasında bax, burada sanitar qovşağıdır. Burada ehtiyat su çənidir. Və ehtiyat su çəni var deyənə nəzərinizə gətirməyin ki, burada bugün gündə su problemi var. Ümumiyyətlə Saray qəsəbəsində sudur, qazlı işıqdır. Kommunal barəsində qəti surətdə heç bir problem yoxdur. İndi keçid eləyək evin içini sizə göstərim bir dənə baxın. Deməli gözəl insanlar, evimizin qiyməti 113 min manatdan endirilib, 113 min manatdan 107 min manata, 107 min manatdan da hələ endirim olacaq. Bax evimizin plaşatkasıdır, balkonu. Buradan keçid eləyirik. Evimizin dəhliz hissəsidir, koridor. Gördüyünüz kimi, bax koridor genişdir. Tam sabit olaraq, harca koridorun 2 metrdən çoxdur. Bax, gəlin sizə otaqlarla tanış edeyim. Bax, bu evimizin bir otağıdır, gördüyünüz kimi. Bu evdə ümumiyyətlə, yəni heç bir iş görüləsi iş yoxdur. Yəni istəmədiyiniz səviyyədə burada bir dənə aboy dəyişə bilərsiniz. Artıq burada heç bir şey yoxdur. Maşallah olsun, bütün otaqlar böyüdür. Yəni sarayda 107 min manata 4 sotda paket qutcu ev yoxdur. Sənəddə 3 göstərilir, amma belə ümumi 4 sotdur. Amma maşallah olsun, evimizin zal otağıdır. Rahatçılıqla deyirəm ki, burada 7 metr evin zal uzunluğudur, 4 metr də enidir. Yəni otaqları çox genişdir, böyüdür. Bir dənə xırda detal olaraq otaq yoxdur burada. Gəlin bu evin növbəti bir dənə uşaq otağını göstərirəm. Gördüyünüz kimi 2 dənə bax uşaq üçün çarpayı qoyulub, stenkasına kimi yığılıb, yenə otağın içində genişlik öz səviyyəsini qoruyur. Burada isə baxın, bir dənə evimizin mətbəx hissəsidir. Gözəl insanlar, evimizin baxın mətbəx hissəsidir. Yenə də deyirəm, Saray qəsəbəsində 300 metrlik yolla məsafəsi olan paket qutca, bütün kombisi, bitminitkası, hər bir şey, yəni ideal səviyyədə, həyətin mavesinə kimi. Yəni bu gün sarayda bu səviyyədə, bu qiymətə ev düşməyib, ev sahibinə təcili pul lazım olduğu üçün 5000 manat endirim eləyib. Yenə də inşallah 6000 manat heç açdım. Yenə də endirim olacaq. Real alıcı gəlsin. Evin bütün pəncərələrində reşotkalar var. Kilit ciddi, real alıcılar olsa inşallah səhifənizdə əlaqə nömrəmiz var. Salam aleyküm.